Hindistan'a gedirik. Back in the city where the lights stay wild. Bass hit heavy, got a club on trial. Shorty too bad, got a dangerous smile. On the headline, baby, not just stop. Pull up clean, no stress on me. Wrist on cold, neck like sea. Boys talk tough, but they fold on beat. I don't play fair, just play elite. Late night text like, where you at? Told her on the way, I move like that. No brakes, no cap, I'm built to last. She want one more round, I told her bet fast. Don't sleep till sunrise, ride with me. Lights down low, move silently. Girl, you got that fire, I breathe. So don't let go, just ride with me. Hands on me like gravity. Let's get lost in ecstasy. Hands on me like gravity. Kamarjoba. O nədir? Rogoraxa necəsən? Necəsən ha? Rogoraxa. Kamarjoba Tiflis. Kamarjoba tipli rogoraxa. Yenədir? Kukuli kuku nədir? Fransız xalqı kef ediyor. Yok, Kamarjoba. Devam et. Demək arkadaşlar birinci bizə taksici dedi ki 100'ə. İndi adını çəkmirəm ki pul birimini bilməsin də biz ondan danışırıq. Dedi 100'ə aparıram. Dedim nə 100? Yox. Dedim mən indi şeyə çağıracağım. Uber ya da Bolt. Şurada görmür məndə. Nə edəcək? Çip başa düşür. Mən orada bir şey danışıram. Hə, ondan sonra dedi ki neçəyə aparım? Dedim ki siz deyin də, son qiyməti siz deyin. O da dedi ki 80. Dedim 50 yaparsınız gələcəm. 60 dedi, üzümü çevirdim, gedirdim. Bir də 50. Sonra Uber'ə baxdım. Gördük ki elə maksimum 30-40'ları arası aparır. Ona görə yəni çox qazıqlandığımızı düşünmərik onları zat. O da ki yəni sağ olsun çamadanlarımıza kömək elədi. Bu arada mən də Tbilisə gəlmişəm. Ailəm gəlmişdi. Onda quru yollar açıq idi. Xəyal da ki zaten burada oxuyub. Yəni ikimiz də ayrı-ayrılıqda gəlmişik. Bax, sənə hədiyyə verdilər. Thank you so much. Dinən thank you. Ay seni qurban. Gedək. Bizim qapımız gəl. First room turu sizinlə eləyəcəm. Ay, xəyal şey mikrofon. Welcome. Evet. Otelimiz güzel. Mənzərəmiz amma təəssüf ki yoxdur. Arxaya baxır elə. Bəkim dəyişim. Yox, neyinirik ki mənzərəni? Əsas təmiz olsun. Ayaq qoluna. Bir otelin ayaq qoluna baxanda mən biləm onu təmizdir yoxsa yox. Baxım. Of, maalesef vanna heç sevmirəm. Okey, təmiz hissi verdi mənə, iyi də gəlmir. Kutu açılımı. Sağ olsun. İyi rəngləmə. Bu nədir? Nə qəşəng dəftər. Ay, bir dənə də dəftər. Bir dənə də dəftər. Arkadaşlar, kağıza bir dənə baxın. Belə ucuz kağız mən tutamıyorum. Bu da qələm. Minik bir qələm. Canım mən bu hədiyyənin klubla bərabər maksimum imalatı 1 manatdır. Evet, fit check. Başa ağladı, burnunu vurdu krafata. Burnun ne oldu sonra? Qan oldu. Bir də ağlamaq. Özünü yerə çırpmaq. Deyirsən amma eləmirsən. Nəysə, bir kriz atlatdıq. Güzbanı ilə geyindik, biraz qanımız qaradı. Belə bir kombin elədim. Qara yubka, qara bot. Sonra üst, belə köynək və qırmızı, bozla qırmızını çox yaraşdırım, o belə elədim. Nə oldu? İncizid, nə olmaq olmaz. Hə, əlvə tut, burada heç nə yox. Götür. Geldik, burada bizim otelin sırasında Paul var, oraya üstü paşanın yuxusu gəlir, dedi tez bazar nəsə yesin, ondan sonra o yatsın, biz gəzək çöldə. Cəfət Sezar'da yumurta görürəm, nəysə,
Mama. Ayca. Biz mindik taksiyə. Əslində məsafə yaxındır. Sadəcə biz xəyal tabaq götürməmişdik. Nəsə biz yorğunuq deyə qısa məsafəni taksi ilə gedəsi olduq. Zaten taksi çox ucuz yazdı, 5 lari. Otelin qabağında soruşduq. Taksinin gəlməni gözləməyək də, birdən uzun çəkər. 50 lari dedi, təsəvvür edə bilirsiniz. 30 manat. Siz bizi geri zekalı turist mi sandınız? Dostlar, biz gəldik kanata. Ondan Gürcistan anası deyilən o heykələ çıxırıq. Orada da əgər olsa dronla video çəkdirmək istəyirəm, amma sıra dəhşət çoxdur. Xəyal da orada paşaya pambıq alır. Nə bütün hamısını yerli ödəyilmək. Demək, bir dəfə ged 2.5-dir. Tuda suda. Gedib gəlmək eləyir 5. İkimizə 10. Bəs bir dənə nə oldu orada 2? 12 demədin, ödədim. Hə. Yox, 2 nədir? Kart. Hə, 2 də kartın özüdür. Sab- 6 yaşa qədər uşaqlar pulsuzdur. Necədir? Ay, nə qəşəng. Deməli, biz kanatla bir dəfə çıxdıq və gəldik bu Mother of Georgia'ya. Burada drone ilə video çəkdirdik. İndi onun çıxmağını gözləyirik. Məncə çox qəşəng alındı. Hava buz, buz. Qulaq var, abi Ya- elə xingəldir də. Paşa yaxşı ki əlcəyə götürmüşəm. Yəni mən Apı var, özümüzə də baba. Lang lang lang. özümüzə də gərək götürərdim. Üşə məsələn sabahdan. Yəni bura bir dənə daş qoyub ata Ay bilərəm. xəyal, biz bildik də. Sabahdan biləcək ki, nə geyinmək Demə lazım. lan. Və dostlar, yenə deyirəm ki, hər yer türkdür. Yəni mən Gürcüstanı hələ görmürəm. Bu bayaqki kanatdan üzüb o drone videosu çəkdiyi. Oradakı yoldur, nə bilim, hədiyyəli əşyalar belə. Saç aksesuarları, qol bağlar, maqnitlər, hər şey var. Azərbaycan. Salam. Salam elə. Ay salam Azərbaycana, yaxşı maşına. Bakılı balasıyam, Bakılı balasıyam. Bakıda doğulamışam, Bakılı balasıyam, Bakılı balasıyam. Bakıda doğulamışam, Bakıda. Yaşa, yaşa, yaşa Azərbaycan. Sağ olun. Sağ ol. Büzüşmüsən soyuqda. Kim mən? Sən. Əldə var. Qal dudaqlarım. Dəlmə var. Dəli səsi. Əlli basım da şık səs gəlirdi. Xəbər beləsən. Biz bayaq Paula girdik. Bütün keyfim pozulmuşdu. Hətta deyirdim ki, xəyala samolyot olsa minib gedəcəm evimə. Amma bura gəldik. Hər şey qəşəng. Kanat maraqlıydı, ətraf maraqlıydı, soyuqdu, amma biz artıq soyuğu bildik. Zaten qalın paltarlar gətirmişdik. Sadəcə biz samolyotdan düşüb otelə gələnə qədər günəş çıxmışdı və biz dedik ki, yəni boş-boşuna, hətta mən dedim ki, yəni boş-boşuna gətirdik də biz paltarları, amma yox, həqiqətən hava soyuq imiş. Ona görə də sabahdan artıq biləcəyik. Əlcəksiz çıxmaq olmaz. Paşanı əlcəyə ilə gəzdirirəm, götürmüşdüm. Gəl, bizim deyil o taksi. Taksi zadəşi çox rahat, çox ucuz. Uber-i versən promo gəlir. İndi də biz gedirik otelə yox, biz gedirik mola. Paşa. Mol da bizim düz otelin yanındadır, Galeriya Mol. Paşamız yoruldu. Ağzı açıq yatıb. İndi çox dadlıdır. Markaların Gürcü dilində yazılışı. Tomi. Ən qəşəng H&M görünür. Dostlar, sabahınız xeyir. Biz bugün doyunca yatdıq. Doyunca dedim saat 10'a qədər. Oteldə səhər yeməyini seçməmişdik. İlk dəfə də belə bir şey eləyirik bu arada.
Çünki bilmirəm son günlərdə seçdiyimiz üçünmü, yoxsa ümumiyyətlə bu otel belə idimi. Amma tək bu oteldə yox, çox oteldə belə idi. Yəni səhər yeməyinlə səhər yeməyin olmayan seçimlərdə $1000 yaxın fərq var idi və biz onu seçmədik. Ona görə mən indi səhər durdum. Getdim otelimizin yanından. Çay, kofe, səhər yeməyə qəşəng şeylər aldım. Kruasan, bagel, haçapuri, bir dənə də kuki var paşada, bir dənə də musli, bir dənə cappuccino, 2 dənə də çay. Ağladım məncə. Superdir. Bu qədər ödəmişik. Bəli, Gürcüstanda ARB kanalını tapdıq. Biz yeməyimizi yedik və hazırlaşdıq. Mən belə bir şey geyindim. Belə bir tunik, qara şalvar yenə. Həmin botlarımı geyindim. Və sizə birini göstərirəm. Mən yenidən aşıq oldum bu oğlana. Ya. Bitecek. Paşa bura. Bu da çəkim. Bu da mənim həyatım. Bu da makyajım dostlar. Arxaya fikir verməyin. Çox batıqdır otaq çünki. Bu arada videolara baxdım. Çəkdiklərimə ki, görüm nə çəkmişəm, necə alındırıram. Gördüm ki, dünən axşama heç nə, yəni bitirici bir şey olmuyor. Biz axşam axırıncı dəfə nəyi çəkdim? Axşam axırıncı dəfə şeyi çəkmişdim. Kofe içməyimizi. Paşa yatmışdı. Ondan sonra biz gəldik otelə. 1 saat, 2 saat oteldə qaldıq. Ondan sonra təzədən çıxdıq çölə. Yemək yedik. Molda yedik, Burger Kingdə yedik. Çünki sıra hər yerdə çox idi. Orada da halal idi. Bu arada hər yerdən ən birinci soruşduğum şey halal olmağıdır. Sonra da bir Azərbaycanlı ailə gördük. Onlar da dedi ki, Burger King'dir, KFC'dir, bunlar halaldır. Amma yenə də əvvəlində soruşuram. Ondan sonra biraz molda gəzdik, H&M-ə girdik. Nə yedin, ağzın batdı? Nə yedin? Üstüvü də batırdı. Nə yedi xəyal 2 saniyə? Nəysə, hələ çıxmamışıq, paşanın üstü batıb. Silirəm, gözlə silirəm. Ondan sonra H&M-dən bir kişi aldıq. Sonra da çıxdıq oradan. Otelə gəldik. Ətrafı çox çəkmədim dünən axşam. Zaten biz burada qalırıq deyə, hər yerdə bir-birinə yaxındır deyə hər dəfə eyni təkrar yerlər göstərmək istəmədim. Axşam da gəlib yatdıq, çox yorğun idik. Səhərdə zaten gördünüz. Deməli biz çıxdıq oteldən. Saat Kuləsinə gedirik. Bizim otelimiz həqiqətən çox qəşəng yerdədir, tam mərkəzdə yerləşir və həmin yerə ayağından 5 metr göstərir. Artıq çatırıq. Şəkil çəkdirdik. Bizi qəzetə vuracaq başa. Paşa istəmədi, ona görə biz çəkirik. Adı ne? Ay, ne şirin. Çok qəşəng. Paşa bak. Paşa. Çok qəşəng. How much? Gel. Ay seni. Thank you my bro. Thank you so much. Ne var? Çok şirin. 7 dəqiqədən sonra burada saat tamam olacaq və ən yuxarıdakı pəncərədən nə kukla çıxır deyəsəm biz də bilmirik. Paşa bak. Sağ ol canım. İşte buydu öyle. Evet. Ne olmalıydı canım başka? Ben Squid Game'imizi attım bitirecek. Biz yakınlaşacağız ona kadar. Demək tamamda olan o kukla tamaşasına baxdıq. Yəni 1-2 saniyəlik bir şey idi. Sonra arxasındakı küçəni gəzdik. İndi də TikTok'dan bir pastacı tapmışam. Halal yerdir orada. Demək pastacıya gəldik. Biraz olduğumuz yerdən uzaq idi. 15 dəqiqə olar. 15-16 dəqiqəyə gəldik. Amma qapıdakı halal yazılarını gördüyüm vəbşə sevindim. Zaten bilirdim halaldır.
araşdırmışdım buranı. Özləri qəşəng makaronlar düzəldirlər. İndi onları bişirəcəklər. Makaron verdik, sonra bir dənə taco fason bir şey verdik. Paşa topu at ataya ata da İndi gözləyirik. Yolda Paşa məni çox qorxutdu. Adi dedi, qarnım ağrıyır, başını qoydu, halı şey oldu, belə pisləşdi. Dedim kusacağım indi. Şükür heç bir şey olmadı. İndi isə ətraf göstərirəm. Burada özləri makaronları açırlar. Burada da soslar. Belə çox şirin yerdir. Böyle ikisinden ve ikisinden. Topu koy bura. Çıxdıq oradan, pastacıdan. Yeməkləri bəyəndik, dadlıydı. İndi bu küçə adlanır. Marzaraşvili. Hə, bu küçəni də dedik gəzək, çünki bu bura biraz aralıdır. Aralıda dedim 15 dəqiqəlik yoldur. Yəni bir də bura gələcəyimizi düşünmürəm. Ona görə dedik biraz gəzək buranı da. Değil burada. Belə bu küçədir. Burada bizim 28-ə, sahilə, o tərəflərə oxşur, göstərirəm sizə də. Demək biz Marjanşvilidəyik və bizim qaldığımız yer Rustavelidir. Rustaveli çox yaxındır, bir stansiyadır. Ona görə dedik ki, gəl metroya minək, xəyalı gücbəlayla davadalaşan iqna eləmişəm. Xəyal sevmir belə şeylər, itərik, nə bilim nə. Şəhərdə necə itə bilərik, mən çox maraqlı. Deməli dostlar, biz gəldik burada məşhur Kvarts kofeyə. Bu videonun 3-cü dəfədir çəkirəm, çünki hər dəfəsində bir dənə sözü pis səhv deyirəm. Dostlar, bu videonun 4-cü dəfədir çəkirəm, çünki hər dəfəsində bir sözü səhv deyirəm. Dostlar. Görüm xəyalda qabaqda gülür hər dəfə deyirəm. Dostlar. Nəysə dostlar. Gəldik bu məşhur Kvarts kofeyə. Burada deməli kofe alırsan və kofenin qabının üzərinə sizin şəklinizi çəkirlər. Normalda çox sıra olmur, sadəcə yeni illərə fəsili deyə. Mən eşitmişim ki, burada növbə verirlər. Gedin 2 saatdan sonra gələrsiniz. O həmin növbə belə çox uzun idi. Bir 15 nəfər olardı sırada. İçəridə çox balaca yerdi. İçeri çıktı Türkler. Biri bir Türk kiriydi. Dedi ne kadar fazla adam var. Dedi abla dedi 1 saattir buradayız. Allah'ın o güzel ki 1 saattir buradadır. Yox, bura bizim otelə çox yaxındır, hədsiz yaxındır. Bizim ümumiyyətlə seçdiyimiz yer hər yerə çox yaxındır. Ona görə düşündük ki, oraya istədiyimiz vaxt gələ bilərik. Burada bu dəqiqə orada vaxt itirməyə heç dəyməz. Burada qəşəng Dənmol kimi bir yer gördük. Zara falan var, onlara baxacağıq. İndi gedirik ora. Deməli, bura hansı tərəfdir? Zara'ya girer yoksa? Hə, Zara'ya girək, oradan qapı olar yəqin. Deməli, burada, bu hissədə Rustaveli metrosudur. Oradan çıxırsan, Pramoy bura gəlirsən. Bizim otelimiz də tam bu yolun sonundadır. Thank you. Yavaş. Şimdi burada diyen sana bakacağız. Git atan yanına. Atan yanına git, bak oraya getirdi. Git atan yanına bak. Bunu aldım. Biz rəngi sevirəm, həm də cinslərlə ən çox yaraşdırdığım rəng qırmızıdır. Qamarjoba. Rogaraka. Paşa bugün ağlayaraq bu ayaqqabıları bizə Zara'da aldırdı və dedi ki, mütləq mən bu ayaqqabıları geyinəcəm. Özdə mən xəyala dedim ki, madəm ağlayır, gəl biraz mehr böyüyünü alaq. Dedim ki, biraz mehr böyüyünü alaq, en azından 10 il yazı geyinsin də. Böyle ayaqqabından şu an gəzir. Bu uşaq bizi infarkt. Fırdan bakım sana. Axırıncı fəslə çəkmişdim, biz oturduq Sinamonda. Sinabon. Orada oturduk, sinamon yedik, çay içdik. Sonra gəldik otelə. Biraz dincəldik. İndi taksi gözləyirik. Taksimiz Çöl soyuq olduğu üçün
Taksim burada gözləyirik. Birinci taksimiz başqa tərəfə getdi. Nə etsə qalır, mən çıxım sonra. 4 dəqiqə hələ, bax. 3 oldu. 3 olanda çıxarıq. 702 proje. Ancaq şeydir, Ford Fusion'da. Şeysən. Ha. Burada otelimizin lobisi. Yəni birdən yerə gəlmişik. Yəni burada restoran olduğundan şübhəliyəm. Hanı? Harda gördü? Bura. Adın görmədin də. Demək, bugün Xəyalın buradan dostları var. Əvvəl Torontomuzda oynayıblar, görüşüdülər. Onlarla görüşəcəyik. Onlar da bizə... İmedi aşorti maraqlıcı filmiz. Hə, Da. Sərləmat mamanı. Bunu verir. Demək, dostlar, Gürcüstanlarda əsl xingəl necə yeyilir? Birinci dişləyir, sonra bütün suyun içi. İsti yeyir. Bütün suyun içi. Mən burada ilk dəfədir Gürcüstanda pendir xəngəli yeyirəm. Bunu istidir deyə böldüm. Mənə deyir ki, niyə elə yeyirsən, əllə yemək lazımdır. Dedim sadəcə... Sabahınız xeyir. Bayaqdan da video çəkirəm, təsəvvür eləyin. Demə Paşa, axırıncı dəfə axşam Paşadaydı. Kamera. Slow motion'a qoyur. Yaxşı ki, girdim, baxım ki, görüm neçə dəqiqə oldu. Biraz çox danışdım. Gördüm 35 dəqiqə. Dünən qəşən buraları hər yeri tərtəmiz elədim. Makyajlarımı falan bura düzmüşəm. Videonu bu vaxt açmağımın səbəbini də sizə indi göstərəcəm. Bu. Yəni mən çox qaş sabitləyici istifadə eləmişəm. Bitti, ver atımızı bilə. Ən bahalısından Anastasia'sından tutun. Anastasia, Maybelline Superlock, NYX, Bot, nə bilim hər şeydə hər şey istifadə eləmişəm. Qiymət də çox münasibdir. Səhər vurursan, axşama qədər millim tərpənmir və o qədər qəşəng sabitdir ki, yuxarı mənim gözümün formasında məncə çox qəşəngləşdirdi bu. İndi sizə dünən çəkdirdiyim şəkillər göstərəcəm. Mən bunu Bakıdan istifadə edirəm. Bakıda bir-iki dəfə istifadə elədim, çox bəyəndim. Burada təkcə bunu gətirdim. İndi bir də buna baxın. Görün nə qəşəng baxın. Gözümün elə bir formasını da yuxarı dartıb. Yəni bunu təsəvvür edin, mən səhər belə vurdum. Axşama qədər belə qaldı. İndi hicabsızam deyə göstərə bilmirəm. Bir ən sevdiyim NYX idi. O çox qəşəng idi. Onun fırçasını əsasda bəyənirdim. Bu boyda fırçası var idi. Çox qəşəng idi. Məsələn, botu mən çox böyük özümlə gəzdirmək istəmirəm. Sonra yuxudan duranda, otağa girəndə Paşa deyir ki, birinci televizoru açın. Mən də televizoru açıramsa deyirəm ki, burada 2 dənə Azərbaycan kanalı var. Biri ARB-dir, biri də ASTV. Deyirəm, başa düşdüyümüz biri olsun. ARB-yə atmışam və bugün Gürcü bir müğənni gəlib, ancaq Gürcü dilində danışırlar. Xəyal getdik, mənəmizə aldı, gəldi. Elə eyni dünənki yerdən aldıq, çünki oranı bəyəndik. Bagel çörək içində krem pendir. Dünən göstərmişdim. Dünənkinə eynidir, xaçapuri, bir dənə fərqli. Burada avokado tost karşılamışım. Nə buydu bu axı? Yoxsa bu xaçapuridir? Hə, 2 dənəymiş. Yaxşı da bageldan bir dənə vermişim, bu 2 dənədir. Biz hazırıq. Mən beləyəm. Bu Xəyal. Paşa, paltarıma baxın. Biz bugün bu müzeyə gedəcəyik. Ona görə Xəyal dedim ki, bunu bugün geyin. Dedim ki, buradan alarım, yufqa ilə geyinməyə kutka və hələ ki tapmamışam. Keşke gətirərdim. Keşke gətirərdim, çünki Xəyalın kutkasını giyinirəm. Burada şarfsız falan çıxmaq olmur, çox soyuqdur. Ona görə mən yenə qırmızı şarfımı taxacam, dostlar. Evet. Böyle fenalık basır ha. Gel. Gel. Əlcəyimizi taxaq. Tabaqlı tax sən bax. Yo. Tabaq olma göz yoxsunlar da qızı. Çöplərəm saçmaz. Çoxlu. Və makyajım. Hadi toxu istəyirsən? Gəl toxu vurum sənə. Paşa altdaki şey var. O zamokun biraz da kaldı. Bu da benim eklatım. Toxu alacağım belki. Niye?
Bak dokun yoktu. Gel. 3 tane duxu gətirsən də bura gördüm bayaq. Gel. 3 duxu gətirib. İnanılmaz. Şu, gedə bilərik. Su, telefon, paşanın sumkası. O görüntünü. Buna bax. İşte bu da ailə. Mən qoydular, getdilər. Belə şey var. Yenidən otağa qayıdıram mən. Çünki qrişam tutub ayağım çox ağrıyor. Ona görə bir dənə tez ağrı kəsici içim. Bugün çox çöldə olacaq. Heç bəyənmirəm otel sularının dadını. Həmin kofe yerinə gəldik və növbə azdı, amma necə azdı? Kassanın qabağındakı növbə azdı. Mən ödədim, sifarişimizi verdik. Dedi ki, saat 14:00-da gələcəksiniz. Əlimdən işlədi. Bu sıradır. Bu hissə isə vaxt verilib gələnlərdir. Bizim vaxtımızdır. Birinci paşadan başlayırıq. Paşa'ya var. Paşa. Neyse xəyalın sırasıdır. Paşa. Paşanınki çox şirin oldu, çox. Qız da çox mehriban bir qızdır. Geçən bizlə maraqlandı. Biz təsəvvürün oteldən çıxdıq və o muzeyin yerini düzən gördükdə bizim otelə çox yaxın idi. Təsəvvürün gedirik, tapmırıq. Çatdıq metroya, Rustaveli metrosu. Dedik ki, yəni bura qədər olmalıydı da. Həm də gedəndə dedim, axı kofe yerinə növbə götürmüşdük. Və vaxtımız az qaldı və biz acmışdıq. Qaydanda yenə o bayaq çəkdim, pasajda yemək yedik. Və vaxtımız çatdığı üçün kofe yerinə getdik. Elə orada şəklimizi çəkdilə, oturduq kofemizi içdik. Ondan sonra qaydanda yenə baxırıq həmin sıraya. Demək bağlıymış. Ona görə biz görməmişik. Bilməm niyə bağlıdır. Yəqin ki, yeni ilə görə. Ya bugün işləmirsə sabah da məncə işləməz. Hə, bugün neçənci gündür? 9'u. Neçənci gündür? Allahu Ekber. Şimdi. Onda yeni ilə görə işləmir məncə. City Mall-a getmək istədi və City Mall 36 dəqiqə göstərir, təsəvvür edin. Yəni o boyda yol getmək istəmirik. Xəyal. Məndəyəm. Bunu çox bəyəndim, amma bu eldi və mənə boş oldu. Bunun emi daha qəşəng oturar məncə əynimə. Burada da bir qonağım var. Amma mən bunu yayda fikirləşdim, ağ yubqa ilə falan çox qəşəng olacaq. Demək, bunları almıram. Bununla bunu əslində dəstəkləmişdim, sadəcə bu çox tünd oldu deyə qəşəng görünmədi. Götürürəm, belə bir şeydir, qəşəng düymələri var. Bir də bunun M razmerini götürürəm. Bu çox qəşəng oldu. Bu pisdir. Bu pisdir. Demək, biz bayaqki o avokadolu tostu bitirdik, şakşukanı bitirdik və kənardakı masa bunu sifariş vermişdi. Bunu da biz bəyəndiyimiz üçün bunu da verdik. Pankek zaten bitiriləsi kimi deyil, çox böyükdür. Amma ümumən yeməklər çox dadlıdır. Əsas da sunumlar adamın ən birinci gözünü doyurur. Qablar falan çox şirindir. Belə. Ama sana söyleyeyim.
Sən nədir bundan qaşandı? Evet. Bunlar çox şey eləyiblər, tuşmazdan fason. Ha, baxım. Sən bu sosla yedin. Yox, sadə. Mən də ama sosa da yedim. Yoxdur da ama biz... Ye. Ümumiyyətlə, normalda simit zaten içi bu qədər bir alışqan olur. Sadəcə mənim evdə elədiyim, həmişə içi biraz bərkə olur, biz elə daha çox sevirik. Hə, mən elə seviyorum. Ama dadlıdır. Sosuna da baxın. Ama tatlıda. Nədir paşa? Ama tatlıda. Ama dadlıdır. Çox dadlıdır. Sağ ol eləyim bura. Sosu da çox dadlıdır. Ama da bu. Sabahınız xeyirli olsun. Bugün salamlaşmamışdıq. Biz səhər getdik qəşəng bir restorana. Restoran dedim, kafeyə. Çox yaxşı vaxtda getmişik çünki bizdən sonra neçə nəfər gəlib qapıdan növbə gözlədi. O rəsminə yaxın idi. Sadəcə səhər acıydıq deyə taksi ilə gəldik ora. Və otelə dəyib sonra çıxacağıq. Xəyalın da üstü batıb. Paşanın da üstü çox pis günlədir. Əlavə paltar götürmüşəm. Amma yenə də onu işlətmək istəmirəm. Sizə soyuğu sadəcə bir görsəllə göstərəcəm. Mənim yəni ömrümdə bəlkə də, ömrümdə deməyim, uzun müddətli belə dodaqlarım bu günə qalmırdı. Təsəvvürlə hər gecə nəmləndirib, hər səhərdə duranda makyaja qədər nəmləndirirəm. Ah, öldüm. Tez özümüzü atdıq otelə. Bugün yəni 4-cü gündə buradayıq və ən çox soyuq bugün hiss elədik. Yəni titrəyirdik. Gəldik otelə, əynimizi dəyişib qalınlaşdırmağa. Həm də biraz isinməyə və dincəlməyə. Neyse. Nə? Ben de sana onu. Sənin nə? Sənin kamera? Senin kameranı. De onun içində. Və dostlar, dünənlə bağlı bir şey demək istəyirəm. Paşa artıq ikinci dəfədir mənim kameramı götürür və bilmirəm necə bacarır bunu, slow motion'a aktiv eləyir. Və dünən getdiyimiz yerdə bütün videoları təəssüf ki slow motion'dan çəkmişəm və slow motion modunda gəlir ata. Slow motion olduğu üçün səssizdir. Yəni təəssüf ki. Bilmirəm, evə gedim, editləyəndə baxacağam. Görüm, əgər alındıra bilsəm, dünəndən videolar paylaşacağım. Çünki getdiyimiz yer çox qəşəng idi. Ona rezervasiya eləmişdim 2 gün bundan qabaq. Yeməklər də çox dadlıydı. Əsasda xaçaburini çox bəyəndik. Şirniyyatları çox dadlıydı. Elə. Amma yenə də çalışacağım, oradan bir şeylər qoyum. Və apteka girib özümə vazelin aldım. Çünki belə başa düşürəm ki, mənim nəmləndiricimin gücü çatmır. Ona görə bunu vuracağım. Bu arada qiymətlər çox bahadır. Yəni təsəvvür edin, orada Olaplex'in dənə saç, bilmirəm, bayzamı idi, ya maskası idi. Ona baxdım, o 70 neçə manat idi burada, amma Trendyoldan tez girdim, baxdım 50 neçə manatdır. Azərbaycanlandakı bu geyim mağazalarındakı bütün qiymətlər, yəni bahadır da, yəni eyni şeylər bizdə var. Yəni bugün mənim oğlumun ağlayaraq aptekdən bizə aldırdığı şeyə baxın. Və biz buna elə bir qiymət ödəmişik ki, Adı? bunu gərək mən evdə Bunu adı? servantın üstündə saxlayam. Aldıq. Almadıq, aldırdın. Aldırdın. Biz düşürük oteldə yemək yeməyə. Paşanın kombindən çox xahiş edirəm, gülməyin çünki soyuqdur. Əlimizdə qalan geyimləri geyindirirəm. Mənə də gülməyin. Azərbaycan dili müəllimələr həmişə belə olar deyə. Sənin Azərbaycan dili müəllimən həmişə belə idi. Bizim Azərbaycan dili müəllimimiz Azərbaycan dili ədəbiyyat. Həmişə nəsə şal atıb əlində və əlində belə qoyardı. Amma mən məşqdə belə edirdim, bax. Dərsi bilməyəndə belə edirdim. Önemli bir bilgi. Sağ ol. Arkadaşlar, bilmiyorum inanırsınız yoksa ben çok üşüyorum ve Tiflis'te size bir şey diyeyim, mekanların içi de çok soğuktu. Benim gerçek güzelim, tükü ipek güzelim. Getir görək yoldaşım birisi çay içəcək deyəsən. Bu arada mən deyəsən xəstə oldum. Ola biləm ki, ona görə də biraz çox üşüyürəm.
Elbette tutsun. Tamam. Ben. Deməli, dostlar. Kapasa pizza yəqin ki nə pepperonisi. Üşüyorum. Lütfen beni kucakla. Yaraşır ya. Bak, gördün ne dedi kamera? Ben de öz yüzümü tutsam sen tutalım. Benim için getirdi. Öpürsen öpüm. Öpebilir Tabii gül diye. Atı da öpebilir. Sen sen. Atı da Yok, gelir. benim değil. Atı da gelir Bu burada. oğlan benim. Ne tutalım? İçinde bacon var canım. Ama Bekle. su Donacak. çok istiyor Olsun çok. Aptoka su yemedi. Tamam diyeceğim getirsin. Onda ben gidip sonra benim. Getir. Hi. Yes, please. Can you make this without bacon? Yes, absolutely. Yes. Please one club sandwich and pepperoni. Which? It's pork. No, my son want pepperoni pizza. Okay, margarita. And one black tea. Sure. Thank you. Paşa. Game'im beni öldürür. Dağılacaq, elə eləmə. Əlivə tut iç. Döner aklımda. Paşa, əlivə tut iç dağılacaq. Allahım. Nə yo. Biz niyə belə olduq? Ulan bak nasıl bozuyor. Ye olan yemeği tuttu bizi. Yox, niyə mənə yemək günü biz belə olduq? Diyeyim Nergis. Ha? Safas diyeyim. Haydi. Ya hiç yer yoktu da oteldə belə cəmaat içində yeni. Çıxıb, bax belə elə, bax öyrədirəm. Sənə su içməni öyrədirəm. Ne geldi? Dostlar, bu pizza, bu da club sandwich, amma mən heç ürəyim istəmir. Mən şu an çayımı gözləyirəm. Deməli biz bayaq yeməyimizi yedik oteldə. Sonra gəldi, yatmaq istədi. Şükür ki, paşa yatdı, amma biz təəssüf ki, yata bilmədik. Bizim bəxtimizdən otel işçiləri bütün qapıları döyüb hədiyyə verir. Hədiyyədəki çaxır. Dedik istəmirik, 100 dəfə soruşur. Niyə? İstəmirsiniz, istəmirsiniz. Dedik istəmirik. Axırda bir dənə bunu verdilər. O da bizim yoxumuza mal oldu. Ən azından paşa yatdı, amma xəyanla mən yata bilmədik. Olsun, keyfimizi pozmuruq çünki bugün yenildi. İndi hazırlaşdıq. Ayaqqabıma baxmayın, bot geyinəcəm. Qalın geyindik. Altdan kalkotka. Üstündən belə əlcəkli üst, üstündən bir dəri bir şey, üstündən qalın kutkamı geyinəcəm. Və inanıram ki, yenə üşüyəcəm. Yoldaşım gəl. Yoldaşım altdan futbolka, üstdən qalın bir köynək, altdan içlik, üstdən şalvar. İndi oğluma keçirik. Oğlum altdan futbolka. Bunun altında bir şalvar, bir kalkotka. Bu sifət nədir? Sumkabı göstər. Anasının baxım sumkasını da götürüb, içine oyuncaqlarını yığıb. Mən də Temizle Nergis. Ben bu qırmızıları temizle. O necə təmizləmə həyatım? Bir dənə belə eləsən gedirəm. Yox, elə deyil. Taksilə gedək ayağına. Körkü. Ayakta değilim Sən ama. deyə bizə. Mama. Nə qulaq yaxında? Kızım mümkün değil. İndi mən sənə deyəcəm. Ayaqla. Mən 620 metr. Kızım bir dənə gir. Canım mən bir dənə deyər. Saat yeri var idi. Ondan biraz gedirsən körpüdür. Ha gir. Bilmirsən. Neçə İndi sən belə baxmadı, bax görsən biz burayla gedib çatacağıq. Gördün? Gördüm. Bütün sirlərimizi də bu kamerada. Gəl aşkım. Bu papağı takırsan yoxsa Spiderman? Nə? Mama. Abla. Verəcəm, geyin verəcəm. Ya Allah. Anne. Gerçek.
Al, bir dənə də alaq. Göster bura topları. Demək biz yenidən hara gəldik? Yenidən saat kulesinə gəldik. Həm yolumuzun üstüydü, həm də bura gəldiyimiz gündən bəri Paşa həmin videoya baxır. O kuklanın çıxıb saatı çaldıq hissə. O dedi ki, Paşa istəyirsə gəlir bir dənə də baxaq. Paşa. Mənə dedi ki, sayaq. Ay Paşa mənə bax. Haradır bura? Haradır bura? Necə eləyir kukla? Evidir. Kukla necə eləyəcək? Ding. Neçə? Ha? So let me dream on in Burada körpünün çıxışında belə meyvələr satırlar. Tamam. Niyə də burada? Burada ye. Hə. Bir daha iyi. Bir daha iyi yemedi. Biraz. Okay, this is enough. Buna baxın indi. Thank you. Mənim boyda. Pambığın sizə dadını deyim. Çoxunuz biləcəksiniz. Biz uşaq olanda bizim həyətə pambıqçı gəlirdi. 20 qəpiyə pingvinin içinə kvadrat pambıq büküb qoyurdular. Eyni o pambığın dadıdır. Yəni bilmirəm təzə eləyirlərmi deyə belədir. Yəni Bakıda o hazır satılan pambıqlar var. Yəni onların heç birində bu dad yoxdur. Allah. Demək saat 39'dur və bizim otelin qabağı və hətta bilməm ora görünür. Ora bütün boydan boya millət var. Burada hamı gözləyir. Bir də çox adam düşür həmin biz bayaq getdiyimiz o soyuq əllər tərəfə. Amma mən düşünürəm ki, ora çox qarşılıq olacaq. Burada daha qəşəngi ola bilər. İnşallah ki, yəni dəyər. Çünki hər kəs bir şey deyir. Polislərin çoxu deyir ki, bilmirik. Bəziləridir olmayacaq. Bu bizim oteldir bu arada. Düz otelin qapısında qalmışıq. Mənə bax. Nasıl olsa düz otelə qaçaq. Bayramınız mübarək olsun. Gözəl illərə, ailənizlə, sevdiklərinizlə, bütün məqsədlərinizə çatasınız inşallah. Sizi təbrik edirik. Bu bizim ölkəmizin həmrəylik günüdür, həm də yeni ilə keçirik, il dəyişir. Keçirdiyimiz bayram təkcə budur. Ailəmizlə, sevdiklərimizlə sadəcə əylənirik. Bayramımız budur. Bunlar var. Ailəmizlə, sevdiklərimizlə birlikdə olduğumuz hər gün zaten bizə bayramdır. Çox maraqlı keçdi. 00'da bütün insanlar tökülmüşdü həmin orta kuruğa. Şimdi oturmuşuq, bir dənə çay içib gedəcəyik otağa. Və mən zaten cheesecake çox sevən biriyəm, amma hər yerdə də hər cheesecake sevmirəm. Bu oteldəki cheesecake gün ortada yedik xəyalından ikimiz və çox bəyəndik, ona görə yenidən sifariş verdik. Sabahınız xeyir olsun. Burada kimə baxırdım. Mən çox təəssüf ki, dünən
Makyajla yatıb qalmışam. Ona görə durdum tez, makyajımı sildim, yudum, dişimi fırçaladım. Serumlarımı sürtdüm. Gedək dünənki restorana. Dünənki o Azərbaycan restoranına gedirik. Sərtmə kahvaltısı var imiş, dünən soruşdum. Və gəlib makyaj edilib sonra çıxarıq. Çünki mən çox belə hazırlaşmadım. Aşağı geyindirdim, elədim. Xəyal hələ də yatıb. Rəmmə də vururam. Adım bayağı. Bravo. Dünən çox qəşəng keçdi bu arada. Yəni gecə saat 3-4 idi. Hələ də çöldə partladırdılar. Bunu özüm mən götürürəm. Qarasını da kremliyim. Bol bol. Bir ildir səhər yeməyi yemirəm. Bir ildir ailəmi görmürəm. Yəni yollar hədsiz boşdur. Özü də deyim ki, saat çox şeydir. Saat 11-ə işləyir. Yəni hamı yəqin ki, harasa gedib ya da hamı yatıb. Hər yer bağlıdır bu arada. Bütün mağazalar falan. İnşallah restoran açıq olar. Oğluma axşam maşın sözü vermişik, amma bütün mağazalar bağlıdır. Hər kəslər yatmış. Düzəltdi də ata. Yapışqan alıb lap düzəldi. Necə keçdi dünən? Yaxşı, qəşəng. Allah. Nə ola, vazelinə mənim dudaqlarıma burada qanayacaq, çox ağrıdacaq səni. O yəni qız şeyi deyil, vazelinə hamı işlədir. Xeyr. Məncə bu dəqiqə nə istəyirəm? Sən kofe. Kofe də gedər. Evimiz. Evimizdə nə eləmək? Evimizin televizorda nasıl bax. Mən nə istəyirəm? Yatmaq. Quramaq. Fərqi yoxdur da. Divanımda uzanıb, üstümü örtüb, Netflix'e girib, şeye baxmaq istəyirəm. Amma bunların olması üçün biz bugün də yola verməliyik, sabah da yola verməliyik. Bunlar hamısı okeyli, evə gedib bütün paltarları yumaq, bagajları, paşanın kaleskasını buxar maşını ilə təmizləmək, hər şey domestosla silmək. Ondan sonra mən rahatlaşa biləcəm. Amma bu proseslər 2 gün zat çəkəcək. Sonra da xəyal gedir zaten, 4'ü gedir. Biz ikisi gedirik, 3'ü evdəyik, 4'ü xəyal gedir. Bura o məşhur Yekə Yolkanın yanında Qarabağ restoranıdır. Türklər və Azərbaycanlılar işlədirlər. Çox qəşəng, doyumlu, halal, bol səhər yeməyi var. Yəni istəyən olsa, Gürcüstana gəlsə, hətta yeni açılıblar. İstəsəz gələ bilərsiniz. Bu da çaylar. Çox sağ olun. Çox sağ olun. Paşa. Sağ ol dedə. Sağ ol. Sağ ol. Bol səhər yeməyi. Axşam yeməyini də çox bəyəndik, dadlıydı, kebabları falan. Həm də əsas odur ki, yəni rahatlıqda, yəni hər şey halaldır. Həm insanlarla dilimizi başa düşürük, Türk və Azərbaycanlılarla. Hətta çox Azərbaycanlıdır. Məşhur tridenlik var ya, burada onun adı çimlik kek koyublar. Aa, bu da bağlıdır. Hər yer bağlıdır. Aşkım bağlıdır da, deyil içindədir top şeylər də. Nə qəşəng belə istirahat edirlər də. Oğlum da hazır. Bax mamaya. Nə gecə oldun? Balama bardovu necə yaraşır? Bu da xəyalım koymuş. Biz gedirik fabrikaya. Biraz orada oturaq eləyək. Oğlum, aşkım, aşkım. Ey, pişik bura. Ben de açkım var. Biraz svarşık açkısına oturuyorum ama bence cool'du. Ama ara. Sağ ol aşkım.
Sən deyirsən qoymayacaqsan sən maman vlogger olsun. De ora qəşəngdir. Dostlar, çox pis bir şey oldu. Kameram yerə düşdü və ekranı ağardı. Belə baxsan da bilmirəm neyim, nə deyim. Öz günahım oldu bu arada. Amma düşünən ki, göz nəzər də var. İndi yemək gedirik. Hər yerdə bağlıdır. Təsələn, mol zat, hamısı bağlıdır, mağazalar. İndi bayaq burada bir açıq yer gördük. Ona gedirik. Düşündük ki, burada zaten bu dəqiqə hər yer bağlıdır. Mən inanmıram ki, servis də açıq olsun. Vaxt ya açıqdır, o en azından bir həftə zət vaxt görəcək. Ona görə yəni belə danışmağa baxmıyorum, içim qan ağlayır. Ona görə də dedik ki, ya Bakıda da alınması zaten Xəyal Türkiyəyə gedəcək, orada deyəcəm. Verənəm, aparar eləyər. Qalan şeyləri də belə telefonla çəkəcəm. Getdik, xəngəl yedik. İndi də bu çimli keki yeməyə gəldik, elə həmin o yerə. Çünki burada nə vaxt keçmişik qabağından həmişə sıra olur. Görüntüdən də göründüyü kimi biz bu çimli keklərə bayıldıq. Sabahlar mütləq birdən də yeyəcəyik. Yəni elə yaxşı ki, bugün kəşf eləmişik. Çünki yəni ki, hər gün gedərdik ora. Gəldi bunları otelə çatdırana qədər yarısını yemişdik. Təsəl ikisi mənim əlimdə, biri Xəyalın əlində. Xəyal bərəndən koleska özümüzü çatdırmaya çalışır ki, oturaq bir çayla içəyək. Mən kofe sifariş verdim. Aşağısı meyvələrdir. Hə, aşağısında meyvələrdir, banandır, çiyələkdir. Mən düzü qutarmışam. Deməli, aşağısında Xəyal üçün göstərim. Aşağısında... Hə, içində nə var? Sonra? Bir də ananas var. Bu hissəni də şokolad eləyirlər. Ondan sonra üstünə o meyvələr çəkirlər. Ən üstünə də dondurma. Dondurmanın üstünə qoz, karamel, sonra şokolad sosu. Yəni bu boyda bir şeydir. Dur yerdə. Biri yaşıldı, biri Kuşlar, beni de alın. Sumqayıta atıyor. Otağımız bir dəqiqəlik məsafədədir, amma lobidə oturmuş. Demək, çöldə yağış yağır, heç kim yoxdur. Biz də çox halsız idik. düzəldi. İndi yağışda nə edə bilərik? Birdən yemək üçün harasa getmək istəmədik. Ona görə də yağış yağır da balam, yağış yağır da televizor elə olub. Ona görə də elə oteldən sifariş verdik otağa, heç aşağı düşməyə belə halımız yoxdur. Dedik ki, zaten heç yerdə açıq deyil. Birdən bir də yemək üçün də getsək, bir mənası yoxdur da çıxmağın. Paşaya makaron, Xəyal Club sandviç, hoş. Mən də özümə xaçapuri demişəm, amma bir şərikim var. Otur. Deməli biz bayaqdandır, nə edirik? Hazırsan? Xəyalla mən hərəmiz bir səhifə götürmüşük, rəngləyirik və yarış eləyirik. Paşa da bizə kömək edir. Amma onu deyim ki, rəng seçənəklərimiz ikimiz üçün də çox az idi. Ona görə yəni... Özünü deyərsən. Yox, mən heç vaxt bilirsən də. Ona görə əlimizdən gələni eləmişik. Paşa da bizim jürimizdir. Kim idisə odur, nə deyirsən? Bax, haqqına, haqq. 2, 3, hansı Hansı qəşəngdir? Hansı qəşəngdir? Görmürsən oğlum. Paşa, hansı qəşəngdir? Hansı qəşəngdir, bax. Ses buna... Yo, bax, təzən. Qurban olum. Də. Paşa, təzən, hansı qəşəngdir, bax. Bu yoxsa bu? Hansı? Bax, birini seç, birini. Xəyal, bax bilən deyəm. Haqqına dedim, hansı daha əziyyətlidir. Əziyyətli məndəki. Bunu doldurmaq bax. Bir. Heç olmayan güllər, yarpaqlar yaşlı eləyərdi. 1, 2, 3, 4 rəng işlədim. İndi mənə bax. Paşa, bax, ürək var Mənə burada, bax. Qəlb. Sən burada sanatça... Sən ulduzuma bax bir dənə. Sən burada Uzunma sanatsal bax. işi görmürsən, buna bax. Qəşəngləmsən, amma mən üçün. İnsafsızsan. Paşa, hansı qəşəngdir? Bu yoxsa bu? Bu. 3 səbətidir.
Dostlar, sabahınız xeyir. Biz bugün oteldə yeyəcəyik çünki vaxtımız yoxdur. Otelde de zaten wow bir yemək yoxduymuş. Ne içsem acaba? Cappuccino içirəm mən. Balaca. Demək, kafemi də götürdüm. Gedirik otağa. Paltalarımızı yığaq, hər şey hazır eləyək. Ondan sonra çıxaq ki, bilək ki, işimiz yoxdur. Bir dənə işləri götürüb çıxacağıq. Niyə getməyək balam? Paşanın yenə krizi tutub. Orada Paşa hər gün belə bir krizi tutur, ağlaşma qırğı. Sadəcə göstərə bilmirəm. Demək, biz oteldən çıxdıq. Tüm veşlərimizi yığdıq. Verdik resepsiyona. Check-out elədik. İndi gedirik Old Tiblisə. Paşa, Paşa. Yaşa Azərbaycan. Dostlar, deməli kanatında yanında belə bir şey vardı. Orada yəni könlündən nə keçirdim, verirdin də. Soruşurdu harasan, türklər dedi, türkün İzmir marşı adında oxuyurdular. Biz üçün nə bilim Daşlı Qanazın. Şu hərsiz Azərbaycan, tez Azərbaycan bayrağını çıxartdılar. Başladılar oxumağa. Xəyalın başına bir dənə papaq, mən başına bir dənə papaq. Qalın, gəlin şəklinizi çəkirik sizin. Ondan sonra davulun üstünə yazdım ki 100'ları verin. Şəkil çəkdim, 200'ları şəkil çəkdim. Bir dənə sən telefon açırdım ki siləm, gördüm xəyal 20'ları verdi. Yəni bu tələyə düşmürdüm. Demək, meydan bazarı burada sadəcə 2 gündür bağlıdır. Yəni çox yer hələ də bağlıdır bu arada. Hədiyyələr alacaqdım, hədiyyəlik bir-iki şey. Ona görə adi bir mağazadan aldım. Rəm yenidən restorandan xəyal ki orada sifariş gözləyirlər. Yeməyimizi yeyək, gedək otel tərəfə. Son aldıqlarımızı da qoyduq bagaja və otelimizdən sağollaşırıq. Orada restorandakı bütün işçilərlə sağollaşdım çünki həqiqətən çox şirin qızlar idilər. Həm biz yorulduq, həm Paşa yoruldu, həm yuxusu gəlir. Gedirik evimizə. Videomuzu sonuna qədər izlədinizsə çox sağ olun. Son bir günü telefonla çəkməli oldum. Kameramda bir-iki servislə danışdım, gedəndə göstərəcəm. İnşallah düzələr. Ümid edirəm ki, son vlogumuz olmaz. Çox sağ olun izlədiyiniz üçün. Bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Təşəkkürlər.